Vaxtınız xeyir olsun. Məlum olduğu kimi 2025-2026-cı illər ərzində Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədi ilə fevralın 28-dən etibarən attestasiya keçirilir. İlki mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyası baş tutub. Bakı Musiqi Akademiyasının baş müəllimi, Qaraqarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano şöbəsinin müdiri, əməkdar artist Nigar xanım Məlikova və Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin direktor müavini Eldar Qocayevlə keçirilən attestasiyanın yekun nəticələrindən danışacağıq. Xoş gördük. Hər birinizi, Nigar xanım sizi, Eldar müəllim sizi. İstərdim sizdən elə ilk növbədə başlayaq. Martın 19-da artıq fortepiano müəllimləri və musiqi nəzəriyyəsi müəllimlərinin attestasiyasına son vuruldu. Necəsiz, razısınızmı nəticələrdən? İlk öncə qeyd etmək istərdim ki, bu təşəbbüs ümumiyyətlə Azərbaycan Respublikasının musiqi mədəniyyətinə və musiqi təhsil ocaqlarına çox bir vacibli bir amil idi. Çünki musiqi məktəblərimizin, müəllimlərin səviyyəsinin yoxlanılması, mən özüm də bir müəlliməm, amma hər zaman daima öz üzərimdə işləməyə çalışıram və qeyd etmək istərdim ki, bu təşəbbüs artıq onun üçün yaradılmışdır ki, müəllimlərin ortalama səviyyəsi yoxlanılsın və əgər ixtisaslaşma kursları lazımdırsa təşkil olunsun, müəllimlərin açıq dərsləri, yəni bu sahədə müəyyən addımlar atılsın. Və qeyd olunduğu kimi, attestasiya zamanı bütün məktəblərə, artıq uşaq və incəsənət musiqi məktəblərinə təhsil mədəniyyət idarəsi tərəfindən artıq təhsil verənlərə attestasiya proqramı təqdim olunmuşdur. Və bu proqram 3 ay ərzində, 3 ay öncədən təqdim olunaraq bu mövzular üzrə hazırlaşmağa imkan yaratmışdı müəllimlərə. Onu qeyd etmək istərdim ki, çox ürək açıcı nəticələr var idi. Bir çox müəllimlərimiz çox gözəl hazırlıqla gəlmişdilər. Əksəriyyət demək olar ki, bu nəticəni verdi. Çox yaxşı attestasiya hazırlaşaraq, ümumiyyətlə, elə bir vəziyyət idi ki, yəni onlara biz proqramdan kənar sual vermək istəsək də özləri o qədər ətraflı cavab verirdilər ki, yəni onun ehtiyac olmurdu. Artıq müəllimin biliyi, bacarığı, vərdişləri göz qabağında idi. Burada bizdə qeyd etmək istəyərdim ki, 3 amilimiz, yəni klassik fortepiano əsərinin evdə hazırlanması, bir əsərin, iri həcmli əsərin hazırlanması, qamma, onu bilirsiniz, hətta biz seçim də verdik ki, özləri seçsinlər. Hansısa bir qammanı, major, minor, paralel qammasını ifa etsinlər və sözsüz ki, öz ifa etdikləri əsəri təhlil etsinlər. Bu, demək olar ki, bütün müəllimlərin ev tapşırığı idi. Yəni, müəllimlərin çoxu bu formada özlərini çox gözəl doğrultdular. Digər isə bir aspekti qeyd etmək istərdim ki, biz nəzəri suallar, yəni proqram üzrə, biz proqramdan kənara çıxmamaq şərti ilə 7 illik məktəb proqramı üzrə, yəni bizə təqdim olunan, bütün məktəblərə təqdim olunan proqram üzrə suallar verirdik və digər bir tərəf odur ki, bəzi müəllimlər nəzəri sualları zəif idi. İfaçılıq baxımından da çoxları var idi zəif olan. Bəli, nəticəni zəif göstərən. Nəticələr, elə nəticələr var idi ki, biz onları gözləmirdik hətta. Məcburiyyət qarşısında hətta o müəllimlərin musiqiyə yararlı olub-olmadığı şübhə altına aldı. Başa düşürsünüz? Yəni, elə bir vəziyyət yarandı ki, bu müəllimdə elə qüsurlar ortaya çıxdı ki, yəni biz artıq bir musiqiçi kimi, sabah bir bu musiqinin inkişafında, dünyada təmsil olunmasında, Azərbaycan musiqisinin ümumiyyətlə bir sevən insan kimi, mədəniyyətini sevən insan kimi bəzi halları göz yummaq mümkün deyildi. Bu haqda daha ətraflı yenə sualları verəcəm. İstərdim, Eldar müəllim, siz attestasiyanın keçirilməsi ilə bağlı
danışasınız. Çünki bir çoxları narazı idi ki, artıq mən illərdir işləyirəm, niyə attestasiya keçirilir? Mən müəlliməm, müəllim kimi öz bacarığımı da göstərirəm, istər ifaçılıq olsun, istər nəzəriyyə baxımdan. Nədən attestasiya keçirildi və bu attestasiyanın keçirilməsi qanuna uyğun idi hər halda? Mən təbii ki, məsələn, qanunvericilik tərəfidir mən danışa bildiyim istiqamət. Ümumiyyətlə, attestasiya bir müəssisənin, dəxli yoxdur bu musiqi sahəsindədir, istehsalatdadır ya başqa bir sahədədir. Onun özünü təkmilləşdirmə, bir növ özünü təmizləmə, daim inkişaf etdirmə mexanizmi olaraq, yeganə mexanizm ki, Əmək Məcəlləsində göstərilibdir bu. Bu səhiyyə sahəsində də var, digər sahələrdə də var. Digər bütün sahələrə aiddir. Bu yalnız indi burada sadəcə olaraq deməli, musiqi müəllimlərin attestasiyasından söhbət gedirsə, biz çalışacağıq həmin müstəvi üzərinə gətirək. Qanunvericilik əsasları var və qanunvericilik əsasları Əmək Məcəlləsində onun 64-cü, 65-ci, 66-cı maddələri, 70-ci maddəsi, 79-cu maddələri, orada bunun deməli, keçirilməsi qaydaları, burada kimlərin deməli, iştirak edib, kimlərin iştirak etməməsi məsələsi və deməli, attestasiyanın nəticələrini qiymətləndirilməsi və bundan sonraki onlarla bağlı qəbul oluna biləcək qərarlarla bağlı çox səlis və dəqiq yerində göstərilibdir. Bununla yanaşı, eyni zamanda bir növ prosesual xarakterli digər bir normativ akt bu 2001-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi 97 saylı əmrdir. Onun əsasında bütün deməli attestasiya prosesi ölkədə harda, hansı sahədə olmasından asılı olmayaraq məhz əsasən bu iki sənəd əsasında deməli iki normativ akt əsasında həyata keçirilir. Bəs attestasiya niyə vacibdir məsələsi? Bu ümumi bir dünyada baş gedən bir prosesdir. Yəni ki, bu hər bir təşkilat zaman-zaman özünü daha da təkmilləşdirmə bir alətinə ehtiyacı var. Ona görə də bir növ bunun keçirilməməsi özü sual doğurur ki, bu niyə keçirilmir? Nəinki keçirilməsi məsələsi də. Deyək ki, indi siz dediniz ki, sual verirlər ki, mən illərdir işləyirəm. Bəli, mənim özüm də vaxtı ilə artıq 3 dəfə müxtəlif yerlərdə işlədiyimdən attestasiya olmuşam. Müxtəlif vəzifələrdə, müxtəlif nazirliklərdə və s. Və ilk əvvəl mən özüm də başa düşə bilmirdim. Çox gənc yaşlarımda olmuşdum. Bu nədir? Və sonra başa düşdüm ki, çox məsuliyyətli bir işdir və bu mənim deməli elə ola bilər ki, karyeramla vidalaşa bilərəm. Mütləq şərtlərdən biri. Mütləq şərtlərdən biridir. Bu birinci məsələn, amma qanunvericilik eyni zamanda ortaya konkret məsələlər qoyur. Deyək ki, o hüquqlar da verir, öhdəliklər də verir. Yəni deyək ki, işçinin hansı kateqoriya işçilər var ki, onlar attestasiya oluna bilməz. Məsələn, Əmək Məcəlləsinin 66-cı maddəsi bu siyahını çox gözəl veribdir. Orada lazım gələrsə indi birazdan danışarıq. Eyni zamanda attestasiya olunsa, hətta attestasiyadan 2 qərar çıxarda bilir. Tutduğu vəzifəyə uyğundur və ya tutduğu vəzifəyə uyğun deyil. Hətta tutduğu vəzifəyə uyğun olmayanlarla bağlı bunların deməli işdə qalıb qalmaması məsələsi, əgər bu maraqlandırır daha çox insanları ümumi gedən proseslərdə müşahidə etdiyim budur. Orada da belə 79-cu maddə bir sıra insanları deməli istisna edir, deməli işdən kənarlaşdırılması məsələsini. O onların deməli sosial statusu ilə bağlıdır və əlilliyi ilə və s. ilə bağlıdır və yaxud öhdəsində deməli əlilliyi olan uşaq və yaxud deməli yaşlı 81%-dən 100%-ə qədər əmək qabiliyyətini itirmiş deməli şəxslər olarsa. Bu mənada orada yəni kifayət qədər hüquqlar da var, öhdəliklərlə yanaşı, vəzifələrlə yanaşı. Ona görə qanunvericiliyi baxımından məsələyə bir sıra aydınlıqlar da yəqin gətirmək indi qarşıdakı dəqiqələrdə yerində olar. Sualı verəcəm. Nigar xanım, mən bayaq qeyd etdim, çəkilişdə iştirak edərək elə müəllimlərlə üzləşdik ki, kimisə çıxdı dedi, nə sual verildisə, hamısına cavab verdim. Çox böyük sevinç hissi ilə, təbii ki, imtahanı verən necə hisslərlə çıxar. Amma elə müəllim də var idi ki, dedi, mən hazırlıqlı deyildim. Və mən digər yerlərdən də eşidirdim ki, elə müəllimlər var ki, heç imtihana girən kimi deyirdi ki, mən cavab verməyəcəm, çünki hazırlaşmamışam. Maraqlıdır, siz həm də komissiyanın sədriydiniz və bir çoxları ilə ünsiyyətdə oldunuz, cavab verənlərlə, verməyənlərlə, ümumiyyətlə məhsuliyyət deyilən bir anlayış var hər halda.
Nədən gəlirdi? Bax, bu məsuliyyətsizlik və zaten də vaxt verilmişdi. Amma etiraf edim ki, ətrafımda olan kəslərdən heç biri demədi ki, mən cavab verdim, məni kəsdilər. Belələrini də eşitmədik. Çünki mənim də ətrafımda musiqi müəllimləri var, istər qohumlarım olsun, istər tanışlarım, heç birindən eşitmədim. Qeyd etmək istirdim ki, belə hallar baş verirdi, siz dediyiniz, yəni müəllim daxil olurdu attestasiya otağına və öz hazırlıqlı olmadığını bizə bildirirdi. Və istərdim burada siz də onu xüsusilə vurğulayasınız ki, otaqların hamısı kameralarla təchiz olunmuşdu, bəli. səs yazırdı, görüntünü yazırdı. Hər otaqda 3 kamera quraşdırılmışdı. Biri deməli fortepiano alətinin üzərinə, onun ifasına yönəldilmişdi. Biri komissiya üzvlərinə və biri də sözsüz ki, cavab verən bir müəllimin üzərində idi o kamera və hər şey şəffaf. Sırf bilirsiniz necə, yəni hər bir komissiya üzvü özündə o məsuliyyəti hiss edirdi. Yəni kiminlə danışır, necə danışır, ümumiyyətlə o bütün etik davranışlara əməl edirdi. Heç bir, mən orada olduğum müddətdə bizdə bəzi komissiya üzvləri dəyişirdi. Yəni biz o qədər öncədən hər şeyi müzakirə edirdik ki, yəni kobud davranmaq olmaz, proqramdan kənara çıxmaq olmaz. Yəni əgər ehtiyac varsa, bunun haqqında da məlumat toplaya bilərsiniz. Biz hər şeyi öncədən danışırdıq və çalışırdıq hər şey, hər bir müəllimə individual yanaşaq. Çünki bilirsiniz, insan olurdu, çox həyəcanlı gəlirdi. Biraz çalışırdıq onu sakitləşdirək. Elə hallar baş verirdi ki, müəllim özünə gəlinə qədər bir müddət keçirdi. Yəni bizə ayrılan vaxt cəmi 20-25 dəqiqə idi. Elə müəllim var idi ki, gəlirdi, deyirdi ki, mən hazırlaşmamışam və cavab verə bilməyəcəm sizə. Biz yenə də o insana münasibətimizi bildirirdik. Axı biz nəsə sizə, gəlin oturaq, eybi yoxdur, sual verək sizə, gəlin sizi heç olmasa nəzəri suallarla imtahan edək, sonra biraz özünüzə gələrsiniz, həyəcanınız azalar, yəni ifanızı göstərərsiniz, bilirsiniz də, pianoçular səhnəyə çıxanda da ümumiyyətlə o profesional bir vərdişdir, həyəcan olur. Bəli. Neçə illərin, mən sizə deyim ki, bir çox yaşlı da deməzdim, 50 üstə gəl müəllimlərimiz çox gözəl nəticələr göstəriblər. Yəni, onların artıq təcrübəsi, illəri özünü göstərib. Amma elə müəllimlər var ki, attestasiya proqramı ilə belə tanış deyildilər. Bəs onlar necə dərs deyirdilər şagirdlərə? Bilirsiniz, baxın, o sual doğuran bir məsələdir. Yəni, mənim praktikamda elə hadisələr baş verirdi ki, müəllim girirdi içəri, notu tapa bilmirdi. Yəni, bir çoxları hətta notları bilmirdi. Say, ölçü bilmirdi. Təsəvvür edin, birinci sinifin əsərini gətirib, klassik əsər kimi, yəni onun ev tapşırığı kimi onu bizə təqdim edirdi. Heç bir təhlil yox, forma yox. Yəni, bilirsiniz, o qədər xoşa gəlməz. Biz çıxılmaz vəziyyətdə qalırdıq. Yəqin ki, o müəllimlər hamısı özü hazırlıqsız olduqlarını çox gözəl anlayırlar. Çünki istəsələr də artıq bu kameralarda həkk olunub. Yəni, hansı müəllimin yəqin ki, iradları var bununla bağlı. O kameralar açılıb, göstərilə bilər. Yəni, aidiyyəti orqanlarda müraciət edə bilərlər. Yəni, ellər mühəndisdir, məhkəməyə. Onların tam hüququ var buna və bu əslində bəlkə də yaxşı bir məsələ olardı ki, bir sıra sualların da qarşısı alınmış olardı və yəni onların sadəcə onların şəxsi işi olduğu üçün bunu yəqin ki, nazirlik bunu etməz. O vaxta qədər ki, buna deyək ki, məsələyə məhkəmə qaydasında və s. baxılmır. Çünki bu onların hüququdur. Narazı olan tərəfin apellyasiya kimi o yəni nəzərdə tutulmur. Xüsusi bir apellyasiya qanunvericilikdə. Amma onlar məhkəmə vasitəsilə bunu eləyə bilirlər. Həmin vaxtı o kamera çəkilişləri açılır və şeyə cəlb olunur. Amma onu da kim edə bilər? O müəllim edə bilər ki, o cavab verib,
Tamamilə və düzdür. ədalətsiz qaydada kəsilib imtahanla, tamamilə. daha doğrusu attestasiyadan. Belə hesab edirsiniz ki, bəli. Və o qaydada onun hər halda nə qədər nəzərdə tutulması da haqqı var. Bəli. Hətta bu belə böyük bir təsir olar ki, onu ictimailəşdirmək mümkün olsaydı daha bir növ bu bir təbliğat baxımından da yaxşı olardı ki, yəni ictimaiyyət də tanış olardı ki, vəziyyətimiz nə yerdədir, onunla tanış olardılar. Digər tərəfdən də həm də açıq ola bilər. Bu sadəcə olaraq nə dərəcədə həmin attestant, yəni attestasiya olunan şəxs bunda maraqlıdır. Onu yalnız məhkəmədən kənar və yaxud ictimaiyyət, deyək ki, sizin televiziyada ya başqa televiziyada bunun göstərilməsinə və s. Bu razı olarmı? Bu onların haqqıdır. Amma o eyni zamanda onlar təbii ki, məhz o çəkilişlər ona görə aparılır ki, bu dünyadan o şəffaflığı təmin etmək istəyən qurumlar bunu edirlər ki, yəni və sabah da başqa bir sual altında qalmasınlar, onu istənilən məqamda qanunvericiliyə uyğun olaraq təqdim etsinlər və kimin haqlı olduğunu sübut etmək üçün. Orada hər iki tərəfin haqlı və haqsız olmamaq potensialı var. Bunu heç kəs əvvəlcədən deməli burada biz arbitrlıq eləyə bilmərik kiminsə xeyrinə. Eldar müəllim, öncədən məlumat verilmişdi ki, müəllimlərə onlar attestasiyadan keçməsələr işdən çıxarılırlar. Yəni, bildiyim qədər bir çoxlarının bu haqda məlumatı yox idi və düşünürdülər ki, onlar hansısa kursları keçəcək və bu imtahandan yenə, daha doğrusu, bir daha hər dəfə səhv salıram, attestasiyadan yenə keçəcəklər. Necə ki, indi siz bilərsiniz, orta məktəb müəllimlərinə də verilir elə bir şans ki, onlar müəyyən kurslara keçəcək öz vəsaitlərinə hesabına və yenidən həmin o attestasiyadan və yaxud da imtahandan keçəcək. Burada vəziyyət nədən ibarət idi və həmin o işdən çıxarılanlar və bildiyimə görə hətta ayın 2-sindən artıq onların əmək müqaviləsinə bir dəfəlik xitam verilir. Və hətta düşünürlər bəlkə sentyabrdan. Yox, məsələ aprelin 2-sindən. Vəziyyətlərindən bağlı nələrsə nəzərdə tutulubmu, yoxsa yox? Vəssalam, sizinlə vidalaşırıq. Baxın, Hülya xanım, deməli, mən yalnız qanunvericiliyin nə dediyini deyə bilərəm burada. Qanunvericilik bununla bağlı xüsusi bir hazırlıq kursunun olması deyə bir öhdəlik qoymur təşkilatçını. Bilirsiniz, bunu təşkil edən, yəni ümumi qanunvericiliklə məhz 97 nömrəli bayaq haqqında danışdığımız əmrdə orada göstərir ki, yuxarı təşkilat bizim halda bu danışdığımız məsələ ilə bağlı bu Mədəniyyət Nazirliyidir. Attestasiyanın keçirilməsində ümumi təşkilatçılıq həyata keçirir. Amma onun yerli əmrləri və s. rəsmiləşdirilməsi bu hər bir deməli yerli müəssisənin özü keçirir bunu. Qaldı ki, deməli, və qanunvericilik onların üzərinə qoymur ki, siz hazırlıq keçəsiniz. Söhbət odur ki, qanunvericilikdə göstərib ki, hər 3 ildə bir, yəni o istisna hal var, elmi işçilər və s. deməli, istisna olmayanlardan, yəni ümumi böyük əksəriyyət üçün hər 3 ildə bir attestasiyanı keçməlidir. Və bu bir növ elə bilin ki, siz bu sahədə təhsil almısınız, bu sahədə işləyirsiniz və bu halda dərs deyirsiniz və deyirsiniz ki, təzədən mənə də bir kursda keçin, mən imtahan. Bu biraz nonsens kimi də görünə bilər. Bu məqamı da ola bilər. Digər bir tərəfdən, yəni orada məncə kontingentin böyüklüyü təxminən, məsələn, çox böyük 13.000 qədər məndə olan məlumata görə deməli Mədəniyyət Nazirliyinin tabeliyində olan İncəsənət və Musiqi Məktəbi müəllimləri var. 13.000. Bu çox böyük rəqəmdir. Bunun hamısını təlimləndirilməsi və s. biraz yəni bu nöqteyi nəzərdən və onu da deyirdilər ki, bunu naziri keçirsin məsələsi. Bu biraz qeyri-real görünür. Əks halda onda belə çıxır ki, burada bu qədər gözəl müəllimlər işləyiblər. Biz onların fəaliyyətinin hamısını şübhə altında qoymuş oluruq. Bu biraz çox, bilirsiniz, məntiqə uyğun deyil. Məsələn, mən tanış oldum o, deməli, nazirliyin yaydığı mətbuat üçün press-relizlə çox ürəkaçan rəqəmlər gördüm orada. Məsələn, orada deyək ki, keçən 1100 səhv eləmirəmsə 87 deməli müəllimdən 650-si əla ilə keçib. O, necə deyirlər, qiymətləndirmə. Bu, deməkdir ki, 5 nəfərdən 5-i də buna 5-də 5 alıb bu adam. Yəni, budur. Digərləri də kifayət qədər, məsələn, ondan aşağı bir qrup var, yəni kifayət qədər yüksək yığıb, yəni deyək ki, yalnız bir komissiya üzvü onun əleyhinə olubdur. Bu mənada indi siz həmin adamlara deyə bilərsinizmi ki, gəlin mən sizə
ibtidai belə də musiqi orta məktəb ilkin musiqi tədrisi proqramını sizə keçim. Bunun özü bir bilirsiniz qeyri-ciddi və onlarda olan onlar əksində reaksiyanı başa düşün. Elə bilin ki, bir adam mühəndisdir, işləyir, nə bilim neçə ildir və sən təzədən buna qaytarsan, gəl mən sənə orta məktəb həndəsəsindən keçim və yaxud digər. Bu biraz yəni o mənada. Biraz amma qanunvericilik tərəfinə gəliriksə deyə bilərəm. Bu elə bir şey nəzərdə tutulmayıbdır. Belə bir öhdəlik qoyulmayıbdır. Bu qədər. Yəni qanunverici tərəfi bundan ibarətdir. Buyurun, buyurun. Mən sizinlə razıyam Eldar müəllim, amma bir faktı da qeyd edim ki, yəni insan hər zaman öz üzərində işləməlidir. Təbii ki. O insanlar ki, indi hal-hazırda bizdə internet şəbəkələri çox gözəl fəaliyyət göstərir və orada biz dünyanın hansı bir ölkəsinə istəsək, həm ifaçını dinləyə bilərik, həm konsertinə baxa bilərik, həm o zalları görə bilərik, yəni ora getmədən. Və mən hesab edirəm ki, şəxsən, misal üçün siz deyirsiniz, mən özüm 2 il bundan öncə Nazib Jiganov adına Kazan Dövlət Konservatoriyasının təkmilləşmə kursuna keçdim. Yəni, mən bunu özümə ar bilmirəm. Çünki daima öz üzərimdə işləməyə çalışıram və bu kurslar nə qədər çox olsa, bu mənim xeyrimədir. Mənə elə gəlir ki, bizim bir çox müəllimlərimizə ehtiyac var. Təəssüf. Ehtiyac var, bəli. Hətta 1-ci sinifdən belə başlayaraq ehtiyac var. Və burada həm də ki, o şagirdlərə ötürəcəkləri var, əgər ötürürlərsə. Bəli. Və siz o müəllimlərin yanına öz uşağınızı, o müəllimlərə etibar edərdiniz. Yəni, sizin ola bilsin musiqidən başınız çıxmaya bilər. Amma yəni, valideyn deyir, hə, uşağım gedir musiqi məktəbinə. Hər kəs indi bu çox böyük bir, necə deyirlər, Azərbaycanda böyük bir addımlar atılır ki, hər kəs musiqi öyrənmək istəyir. Çox müxtəlif alətlərdə. Vokalla məşğul olurlar uşaqlar, musiqi ilə bu mədəniyyətin çox gözəl inkişaf etməsi deməkdir. Amma bu uşaqlara savadlı müəllimlər lazımdır. Söhbət ondan gedir ki, yəni məhz onu müəyyənləşdirməlisən ki, bunların ehtiyacları nədir? Əvvəlcədən bunu bilmədən hansı kursu keçə bilərsən onu? Sən bilməlisən ki, səviyyə nədir? Bax, onun üçün deməli, attestasiya kimi, sertifikasiya kimi, diaqnostik qiymətləndirmə kimi alətlər var. Amma qanunvericiliklə nəzərdə tutulan məsələ bu attestasiyadır. O mənada attestasiyanın keçirilməsindən sonra da bu cür şeylər nəzərdə tutulub, elə onun üçün. Amma öncədən biraz total şəkildə keçirilməsi, yəni bütün müəllimlər bu biraz qeyri-real görünür imkanlar çərçivəsində. Eldar müəllim, siz dediniz ki, orada güzəştlər də nəzərdə tutulub. Məsələn, keçməyənlər kimlər var və bir də istərdim soruşum, belə bir də fikir var idi ki, əgər kəsiləcəksə müəllim, hər hansı məktəbin direktoruna elə bir imkan yaradılır ki, misal üçün 5 nəfər kəsilibsə, ondan birini saxlasın. Var mıydı mı doğrudan da belə bir şərt və yaxud da kəsilibdirsə, hansı güzəştlərlə onu saxlamaq mümkün olur? Aydındır. Mən belə bir şey bilmirəm açığı, yəni o biraz strateji yanaşmadır. Mən o işlərlə məşğul deyiləm, biraz idarəçilik siyasəti məsələsidir. Mən onunla məşğul deyiləm, ona görə bir şey deyə bilmirəm. Amma belə bir məlumatın nə vaxtsa getdiyini mən bilmirəm ki, yəni 5 nəfərdən biri sağ, belə bir şey... Yəni direktorun üzərinə qoyulur. Bəli, bu sadəcə olaraq qanunvericilik belə bir şey nəzərdə tutmur. Heç kəs bunu belə bir şey eləyə bilməz ki, onda necə müəyyənləşdirib, 5-imiz də keçənməmişik, onda hamı istəyər ki, orada böyük bir konflikt yaranar, bu maraqlar konflikti yaranar. Bu, yəni, belə həqiqəti uyğun deyil, yəni qanunvericiliyə uyğun deyil. O ki, qaldı güzəştlər məsələsi, güzəştləri qanunvericilik də nəzərdə tutub və mən yenə bugün oxudum, deməli, Nazirliyin yaydığı press relizdən başa düşdüm, Nazirlik özü də digər bir humanist yanaşma orada addımlar atıbdır. Mən onda yaxşı olar ki, qanunvericilikdə olan o, deməli, güzəştləri deyim. Birinci qanunvericilikdə deməli 66-cı maddə ümumiyyətlə attestasiyaya cəlb olunmalı olmayan, cəlb olunmayacaq deməli şəxslərin dairəsini müəyyənləşdirir. Bu uzun bir siyahıdır və burada sizə deyim ki, o müəllim, yüzlərlə müəllim məhz 66-cı maddənin təsir dairəsinə düşdüyündən onlar deməli attestasiyaya cəlb olunmuyor. Deyə bilərəm sizə, bunlar
vətənin azadlığı, müstəqilliyi uğrunda deməli yaralanmış və əlil olmuş şəxslərdir, təsdiq olunmuş. Digər bununla əlaqədar, yəni eyni məsələ ilə əlaqədar təltif olunmuş şəxslərdir. Yaşı 18-dən aşağı olanlardır. Öhdəliyində deməli sosial məzuniyyətdə olan şəxslərdir. 3 il və sosial məzuniyyətdən qayıtdıqdan sonra 1 ilə qədər fəaliyyət göstərən şəxslərdir. Sonra burada deməli nəzərdə tutulubdur 1 ilə qədər hələ yeni işə başlamış şəxslərdir. Əmək fəaliyyətinə 5 ilə qədər olmayan məcburi köçkün və qaçqın statusuna malik olan şəxslərdir. Kollektiv müqavilə ilə bağlı kollektiv müqavilənin üzvü olmuş, yəni bəzən kollektiv müqavilələr olur, bir deməli heyət işə götürənlə müqavilə orada nəzərdə tutulmuş ki, yəni tətbiq olunmuşsa, bax bunlar təxminən həmin o siyahıya düşənlərdir, bəli budur. Bu bir güzəştdir, artıq onlar deməli ümumiyyətlə attestasiyaya cəlb olunmayıblar. Sonra burada attestasiyadan sonra da yenə 79-cu maddə deyək ki, attestasiyada haqq barəsində belə bir qərar, deməli komissiya belə bir qərar çıxardıb ki, tutduğu vəzifəyə uyğun deyil. Burada da yenə bir sıra deməli şəxslər var ki, bu sosial müdafiə ilə bağlı məsələlərdir. Xüsusən bu deməli onların səhhəti ilə bağlıdır, xəstəliklə bağlı. Digər bir məsələ onun öhdəliyində bayaq da dedim 18 yaşına dək əlil olan və yaxud 18 yaşından daha yuxarı, amma əmək qabiliyyətinin 81-100%-ni itirmiş şəxslər olan və s. Bax, bu kateqoriyadan digər bir neçə kateqoriya bu cür şəxslərə hətta deməli uğurla keçməsə belə onlar öz tutduğu vəzifədə davam edirlər. Yeri gəlmişkən mən statistikaya baxdım, belə adamların sayı 40-a qədərdir, sonuncu dediyim. Əvvəlkidə dedim yüzlərlə düşübdür. Bundan sonra gəlir başqa bir məsələ, Nazirliyin özü tərəfindən orada kateqoriya müəyyənləşdiriblər. Deməli, o adamlar ki, deyək ki, cüzi nisbətlə deməli keçə bilməyiblər. Onlar üçün məhz həmin o deməli yeni təlim kursu müəyyənləşdirilib ki, yəni buradan artıq kimlərisə təlimləndirib yenidən imtahan verib öz tutduqları əvvəlki vəzifələri saxlanılmaqla onlar üçün müəyyən müddət tanınacaq. 5 il, 5 ay, 3 ay nədirsə indi onu yəqin ki elan eləyəcəklər bu yaxın vaxtlarda və həmin müddətdə o təlimlənib yenidən imtahanı uğurla verirsə onları keçirdirlər. Bu digərlərindən bunun fərqi odur ki, o birisi kateqoriyadan olanlar ümumiyyətlə deməli 0 yaxın bir deməli bal toplayıblar, nəticə veriblər. Ona görə orada bir ümidlər azdır. Mən yanaşmada olanı bunu deyim. Digər bir məsələ, bu nazirlik tərəfindən edilmiş bir addımdır. Digər bir məsələ 60 yaşla bağlıdır. 60 yaşdan yuxarı deməli müəllimləri pensiya vaxtına az qalıbsa həm o nəzərə alınıbdır, həm onların təcrübələri var və onlarla belə başa düşdüm ki, nazirlik istəmir ki, bu cür təcrübəli adamlar itirsin və onların yeni bir vəzifə keçirilməsi üçün komissiya yaradılıb ki, onun üzərində işlənilsin. Bu da təxminən bir 40-a qədər adam da burada var. Hansı ki, artıq təqaüdə çıxma vaxtına belə çox də, az hələ qalıb. 5 il var, amma bunların təcrübəsi və s. nəzərə alınıb, bu da bir addımdır. Sonra digər bir məsələ çox mənim daha belə məsələn təqdirə layiq hesab edərdim. Bu ağır xəstəliklərlə bağlıdır. Xüsusən bu onkoloji və s. xəstəliyi olan deməli şəxslərlə bağlıdır ki, onların da həmin o dediyimiz komissiya regionlar üzrə, regional idarələr səviyyəsində yaradılacaq və həm o 60 yaşdan yuxarı olanların, həm də bu cür ağır onkoloji xəstə və s. olanların yeni o tutduğu vəzifəyə uyğun olmasa da onları başqa digər bir uyğun bilinən vəzifəyə keçirilməsi məsələsini həll etməlidirlər. Bax, bunlar da deməli edilən əlavə qanunvericiliyin verdiyi birbaşa imperativ müəyyənləşdirdiyi qaydadan başqa nazirliyin verdiyi deməli bir güzəştlər kimi bax dairəsi kimi müəyyənləşdirilibdir. Bu qədər. Təşəkkür edirəm. Əslində artıq o sualı daha sizə verməyə gərək düşünürəm qalmayıbdır ki, direktorlara elə bir imkan yaradılır. Ətraflı izah etdilər. Bəli. Amma sizdən də onu da istərdim soruşum. Komissiya üzvləri kimdən ibarətdir? Hətta bir çoxları deyir ki, mən direktor müavini çalışıram, illərdir ki, mən musiqi müəllimi kimi çalışıram. Nədən məni seçməyiblər?
Kimlər idi komissiya üzvləri sırasında? Ali təhsil ocaqlarının professorları, dosentləri, fəlsəfə doktorları, çox təcrübəli müəllimlər idi. Yəni bu seçim Mədəniyyət Nazirliyi tərəfindən olunub. Bu şəxsi istək deyil və sözsüz ki, özünü doğruldan bu attestasiya dövründə özünü doğrudan müəllimlər də bir çox müəllimləri tanıdıq. Bizim respublikamızda çox gözəl müəllimlərimiz var. Savadlı, Bəli, savadlı, Bağlı mən deyim, qanunvericilik müəyyənləşdiribdir kimləri dəvət etdim. O konkret göstərir ki, müvafiq peşə, sənət, ixtisas sahəsində hər şey qanunla nəzərdə tutulubdur ki, heç kimin narazılığı, əlavə sualı olmasın. Tanınmış, təcrübəsi olan mütəxəssislərdən və müsbət deməli imici olan mütəxəssislərdən təşkil olunur o. Məhz məncə bunlar nəzər, hətta orada bildiyim qədəricə belə olub ki, komissiyaların böyük bir faiz hissəsində də əvvəlcədən digər, deyək ki, Musiqi Akademiyasının, Milli Konservatoriyanın, digər bizim Mədəniyyət və İncəsənət Universitetinin və digər musiqi təhsili verən, ali təhsil, ali və orta ixtisas təhsili məktəblərin müəllimləri ilə yanaşı kifayət qədər sayda musiqi məktəbinin müəllimləri iştirak ediblər. Və hətta bildiyim qədəricə dəqiq, böyük bir faiz musiqi müəllimləri, hansı ki 2 gün əvvəl uğurla attestasiyadan keçiblər, deyək bayaq o dediyimiz o 650 adamlandılar, hansı ki 5də 5 alıblar, onların özü bir gün sonra, 2 gün sonra komissiyanın üzvü kimi orada əyləşiblər və öz deyək ki, həmkarlarından imtahan və bunların sayı 1-2 deyil, bunların sayı böyük bir faiz təşkil edir orada. Yəni onun attestasiyadan keçməsi ikili ona müsbət təsir göstərir. Bəli. Həm o öz fəaliyyətini davam etdirə bilib, həm də artıq digər müəllimlərə örnək olur. Həm də onların bir növ təşviq olunmasıdır ki, yəni budur, məsələ budur. O öyrənmək, çalışmaq bu mənada, yəni qiymətləndirilir mənasında görünür bu cür yanaşma naziri. O birisi tərəfdən və onların içərisindən çıxan adamların, o proqramları da mənim bildiyim qədəricə attestasiya proqramlarının hazırlayanların 70%-i məhz musiqi məktəbinin müəllimləridir. Yəni bu hansısa bir kənardan gətirilmiş, bu əslində onda da bunun özü də bir nonsens olardı ki, oradan xəbəri olmayan bir adam bunları hazırlasın məsələsində. Ona görə mənə verilən məlumata görə bunlar və mən onların görüşlərdə oldum. Mən gördüm ki, bunlar özləri gedirdilər bu şeydən əvvəl müxtəlif məktəblərdə görüşlər keçirirdilər, məsələnin mahiyyətini izah edirlər. Orada mən bir çoxu ilə rastlaşdım ki, hansı ki, dedilər ki, filan proqramı biz hazırlayırıq, bizim qrup hazırlayır və s. Belə bir vəziyyətdir, siz komissiyanın tərkibi ilə dediniz və belədir. Təşəkkür edirəm. Çox sağ olun Eldar müəllim, çox sağ olun Nigar xanım. Əslində mövzu o qədər böyükdür ki, sualların da sayı hesabı yoxdur, amma təəssüf ki, verilişimizi artıq bitirməliyik və növbəti mərhələlərdə də inşallah ki, söhbətimizi davam edərik. İnşallah mütəxəssislərlə davam edərsiniz inşallah. Bir daha xatırladım ki, 2025-2026-cı illər ərzində Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə, səriştə və bacarıqlarının ölçülməsi məqsədi ilə fevralın 28-dən etibarən attestasiya keçirilir. İlkin mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyası baş tutub. Növbəti mərhələdə isə yenə də fortepiano müəllimləri və musiqi nəzəriyyəsi üzrə ixtisasların müəllimləri, amma rayonlarda fəaliyyət göstərən müəllimlərin attestasiyası keçiriləcək. Həmçinin xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə müəllimlərin attestasiyasının keçirilməsi də nəzərdə tutulub. Bakı Musiqi Akademiyasının baş müəllimi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano şöbəsinin müdiri, əməkdar artist Nigar xanım Məlikova və Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Eldar Qocayevlə məhz bu haqda danışdıq.